Salam hər kəsə. Demək, model o 860S10F sobasının, Elektrotek sobanın proqram izahına başlayırıq. 10 proqramlıdır. Bu hissədə bütün sobalarda olduğu kimidir. Yəni bunda da bir ruçkada proqramlar yerləşir, bir ruçkada isə temperaturu tənzimləmək üçün. Proqramlar burada yerləşir, hamısı bir-bir deyə istəyirsiniz. Bu sadəcə içərisinin işığını yandırır. Yəni nəsə hazırlayıram və ya təmizləyəndə sadəcə içərisinin işığını yandırıb baxa bilirəm. Gəlir buz açma, buz əritmə rejimidir. Konveksiyon rejim işləyir, təkcə orta ventilyasiya. Bu rejim təkcə üst spiral göstərir. Yəni çörəyin və yaxud da hansısa məhsulun, şirniyyatın üstünü qızartmaq üçün istifadə olunur. Bu isə sobanın özünün təmizlənməsi üçün istifadə olunur. Yəni bunda sobanın təmizlənməsi üçün funksiya var. Hardasa təxminən yarım stəkan su, yəni bir dəmir qabda içərisinə qoyulur. Bu proqram seçilir. Temperaturu 250 dərəcəni açıram. 30-35 dəqiqə gözləyirəm, işləyir yəni. Ondan sonra təmiz sobanı söndürürəm. Soyuyandan sonra bütün içərisindəki o bərkimiş yağlar yumuşalır. Sonra daha rahat təmizləyirəm. Gəlir növbəti proqram. Daha çox istifadə olunan rejim. Abıçın rejim. Alt və üst. Yəni bütün hər kəsin sevimli rejimi. Alt və üst rejimi. Burada şirniyyat da bişirə bilirəm, çörək də bişirə bilirəm. Yəni hansısa şüşə qabda yemək bişirmək istəyirəmsə, bu setkanın üstünə qoyub aşağıdan ikinci polkada bu rejimdə istifadə edə bilirəm. Yəni bu setkadan istifadə edə bilirik. Daha sonra gəlir bu tərəfdə, sol tərəfdəki rejimlərdən üst və fan. Yəni daha çox üstün qızardacaq. Fan bizə nə kömək eləyəcək? Yəni temperatur hər tərəfə eyni verəcək. Bu onun əksidir. Alt və fandır. Daha çox altdan istilik verəcək və fan da işləyəcək. Yəni hər tərəfinə eyni temperatur verəcək. Növbəti proqram turbo sayılır. Alt, üst, orta. Yəni bu rejimin turbosudur. Burada hər iki spiral işləyir və fan da temperaturun hər tərəfə eyni yayılmağına kömək edir. Bu rejimlərdə biz şirniyyatdır və yaxud da qabda yemək bişirirəmsə, ağzı açıq qabda qoyuramsa, bu rejimlərdə istifadə etmək məsləhət deyil. Niyə görə? Fan vurduğu üçün külək. Yəni üz hissəsini quruda bilir. Bu daha çox ağzı bağlı qablarda nəsə istifadə edirsə orada. Gəlir növbəti rejim. Bunda grill çubuğu da var. Yəni toyuqdur, ətin olsunları bu şişdən istifadə edərək. Hətta bunun uzunun da burada setkası da var. Yəni bundan istifadə edərək. İndi onu axırda göstərərik, pauza verə biləcəyik də, yoxsa yox, lazım olsa verərik. Bundan istifadə edərək bu rejimi seçirik. Təkcə üst işləyir, yəni üst spiral və oradakı motor işə düşür. Buna çanda həmin motorun səsi gələcək. Gəlir sonuncu rejimimiz pizza rejimi. Pizza rejimində təkcə orta funksiyanı veriblər. Fan rejimi və fanın qırağındakı spiralı veriblər. Tutalım abıçın rejim beləsinədir. Alt üst lazımdır da seçdik. Temperatur şirniyyat bişirirəmsə 180 dərəcə, çörək bişirirəmsə tutalım 200 dərəcəni alıram. Nə vaxt ki burada bu termometr işarəsi sönəndə onda bilirəm ki içərisi qızdı. Yəni mənə lazım olan və yaxud da ki buradakı bu qırmızı işıq sönəndə onda bilirəm ki mənə lazım olan temperaturu aldı. Ondan sonra məhsulu qoyuram. Yəni məhsulu içərisi qızmamış əlavə edəndə məhsul quruyacaq, düzgün nəticə əldə etməyəcəksiniz. Ekran hissəsinə gələk. Ekran hissəsində burada 4 dənə əlavə düymələr var, sensor düymələr, sol tərəfdəkilərdən. Birinci burada, istəsəm kilidi ata bilirəm. Yəni vuranda görürsünüz, kilit işarəsi yanır. Off-dadır. Mən bunu plusu vursam ona keçir. Yəni uşaq nəsə qarışdırmaq istəsə də heç eləyə bilmir. Açmaq üçün yenə buradan vurub, bunu off-a salıram. Daha sonra gəlir buradan mən başlama vaxtını qura bilirəm. Misal üçün vaxt qura bilirəm budilnik. Mənə yarım saatdan sonra xəbər eləsin. Gəlin baxım görün başım qarışıqdır. Baxım görün bişib bişməyib. Yəni o formada edə bilirəm. Və saatı düzəldə bilirəm, tənzimləyə bilirəm. Belə. Demək, gəlirik saata. Buradan dediyim kimi birinci kilitdir. Bir də vursam saatı düzəldə bilirəm. Tutalım ki indi saat neçədir? Saat 13:57 vurdum. Birisi buradan sıxıb saxlayıram. Məsələn, istədiyim vaxtı düzəldirəm. Tutalım ki 13:20-dir. Hazır. Və mən hansısa bir proqramı seçib qururam ki tutalım bu vaxtı başlasın. Alt üst rejimi seçdim. Buradan bunu vururam. Başlama vaxtı. Qururam ki tutalım ki 20 dəqiqədən sonra başlasın. Və falan vaxtı da bitsin. 20 dəqiqə işləyəcək və yaxud da
yarım saat vaxt qıraqda tutalım. 14:10-da bitsin. Ha, bu formada. Bu soba baxın açmışam, hal-hazırda aktivdir. Hələ özü işləmir. Yəni proqramı seçmişəm, hər şey hazır. Bu yanmayacaq qardaşım bu ha. Çünki biz vaxtı qurmuşuq ki, 20 dəqiqədən sonra başlayacaq, yarım saat işləyəcək və sönəcək özü avtomatik olaraq. Yəni və yaxud da ki, siz belə qura bilərsiniz ki, ümumiyyətlə yarım saatdan sonra bitsin. Yəni sıraz işə düşsün və yaxud da onda birincini qurmursunuz, ikinciyi aktiv edirsiniz. Ha, bu formada. Buradakı digər şeylər nədir üstə? Burada var bizdə səsini dəyişə bilirik, bu limitin səsi, siqnal səsini. Və bir də olmalıdır burada, bax bu, ekran parlaqlığı artır, azalır formada. Üstə saxlayır, daha çox hamıca aktiv görünsün ekran. Biz söndürək bunu, sıfırlayıram. Enter. Belə.